Diqqət, diqqət! Naxçıvandan Bakı istiqamətində hərəkət edəcək qatar saat 10:30-da yola düşəcək. Sərnişinlərdən vaxtında platformada olmaları xahiş olunur. Bax bu səsi xalqımız illərdir ki, həsrətlə gözləyir. Çünki bu səsin altında biz Azərbaycanın əsas hissəsi ilə birləşəcəyik. Zəngəzur dəhlizinin açılmasından sonra Muxtar Respublika sakinlərinin Azərbaycanın digər regionlarına və paytaxta gediş-gəlişi tam təmin olunacaq. Tezliklə bu yollar vasitəsilə Azərbaycanın əsas hissəsi ilə əlaqə tam təmin olunacaq. Nəqliyyat, elektrik və dəmir yolu daxil olmaqla bütün kommunikasiya xətləri bu dəhlizdən keçəcək. Yəni, məndə sözün düzü şübhə yox idi ki, bu yol açılacaq. Əgər şübhə olsaydı, yəqin ki, biz bu qədər vəsait qoymazdıq. Bugün bizim həm dəmir yolu, həm avtomobil yolu Ermənistan sərhədinə gedən yollar